izləyicilərimiz, bu günlər Ağcabədi rayonunun Təzə kəndindəyik və Malik bəyin yenə də bir etinadsız yanaşdığı transformatorla rastlaşdıq. Son günlər Ağcabədi rayonunun Azərişıq xidmətinin yeni təyin olunmuş müdürü tərəfindən ortaya qoyulan məsuliyyətsiz yanaşma geniş narazılıq doğurmuşdur. Prezidentimizin etimadını qazanaraq bu vəzifəyə gətirilmiş bir şəxs vətəndaşların şikayətləri ilə ciddi şəkildə maraqlanmaq yerinə onları bir kənara atmaqdadır. Belə bir yanaşma yalnız yerli icma ilə aramızdakı etimadı sarsıtmır, həm də dövlətin vətəndaşları ilə münasibətini zədələyir. Hər bir rəhbər şəxsin cənab prezidentin göstərdiyi etimadı doğrultması önəmlidir. İdarə nümayəndələri yalnızca öz məmuriyyətləri boyunca deyil, həm də vətəndaşların xeyrinə çalışmalıdırlar. Bu vəzifə sırf masa arxasında oturmaq üçün deyil, əslində ictimai xidmətin göstərilməsi, insanların ehtiyaclarına cavab vermək və problemlərini həll etmək üçündür. Yeni müdürün bu məsuliyyəti dərk etməməsi onun işini ciddiyə almadığını göstərir. Ağcabədidə yaşayan insanlar elektrik enerjisi ilə bağlı müxtəlif çətinliklərlə üzləşirlər. Vətəndaşların bu şikayətləri ciddiyə alınmalı və müvafiq tədbirlər görülməlidir. Sadəcə narazılıqları dinləmək deyil, onların aradan qaldırılması üçün sistemli yanaşma tələb olunur. Bürokrasiyanın labirintində itkin düşən bu şikayətlər yalnız müdürün məsuliyyətsizliyi ilə deyil, həm də onun rəhbərlik etdiyi sistemin köklü islahata ehtiyac duyduğunu açıqca ortaya qoyur. Sözdə vətəndaşlara xidmət göstərən məmurlar, mənim vəzifəm sizə ağıl vermək deyil. Mənim vəzifəm sizə bu işləri görməyinizi xatırlatmaqdır. Vətəndaşların şikayətlərini dinləmək və onlara vaxtında cavab vermək üçün effektiv mexanizmlər qurulmalıdır. Vətəndaşların iştirakı ilə nəzərdə tutulan ictimai nəzarət mexanizmləri yaradılmalıdır ki, insanlar öz hüquqlarını müdafiə edə bilsinlər. Müdir fəaliyyətini mütəmadi olaraq ictimaiyyətə hesabat verməli və icmanın tələblərinə uyğun fəaliyyətini planlamalıdır. Ağcabədi rayon Azərişıq xidmətinin yeni müdürü bu vəzifəni almaqla, yalnız bir məmur olmaqla yanaşı, eyni zamanda cəmiyyətin gözləntilərini də qarşılamalıdır. Prezidentimizin vətəndaşların rifahı üçün göstərdiyi səyləri unutmamalı, öz məsuliyyətlərini yerinə yetirməkdən çəkinməməlidir. Unutmayaq ki, məsuliyyətli idarəçilik cəmiyyətin imanını qazanmaq üçün ən önəmli pillədir. Vətəndaşların gözlədiyi xidmətlərin keyfiyyətinin yüksəlməsi və problemlərin həll edilməsi istiqamətində atılacaq addımlardır. Vətəndaşlarımızın etimadını doğrultmaq isə hər bir məmurun borcudur. Nəticə etibarilə Azərişığın yeni müdürü mükəmməl idarə etmə bacarığını nümayiş etdirməli, prezidentimizin etimadını sübut etməli və bu münasibətlə ictimaiyyətin gözləntilərinə cavab verməlidir. Əks halda bu məsuliyyət ağır nəticələrə yol aça bilər. Ümid edirəm ki, bu vəziyyətlə əlaqədar olaraq tez bir zamanda tədbir görəcəksiniz. Reportajı hazırladı 4-cü Hakimiyyətin kamerası QTV, Haqq Səsi TV1 kanalı, Kanal 8E-nin rəhbəri Elxan Müzəffəroğlu, səsləndirmədə Aygün Qərib qızı, Ağcabədi.